Değerli dostlar, bugün aprel ayına qədəm qoyuruq. Aprel ayı bizim ölkəmiz üçün tarixi aylardan biridir. Aprel döyüşləri, aprel müharibəsi və ya 4 günlük müharibə. 2016-cı ilin aprelin 1-dən 2-sinə keçən gecə Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş verən hərbi münaqişə. 1994-cü ildə atəşkəs sazişi imzalanandan o günə qədər baş verən ilk şiddətli döyüş idi. Təbii ki, döyüş Azərbaycan əskərinin qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi və ətraf yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi, Tərtər rayonunun Suqovuşan kəndi. İgidlərimiz 4 gün ərzində 2000 hektar ərazini düşmənlərimizdən azad ediblər. Lələtəpə yüksəkliyi 40 dəqiqə ərzində düşmənlərimizdən azad edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz ölkəmizin hər bir gənci ilə qürur duymalıyıq və duyuruq da. Yaşasın Azərbaycan gəncliyi. Salam aleykum. Allah sizi qorusun.